Değerli izleyiciler, əziz tələbələr və şagirdlər. Bugün sizinlə yenidən riyaziyyat sevərlər üçün dərsimizdə görüşürük və burada sizə müxtəlif tipli maraqlı məsələlər həll edəcəm. Məsələ 1, tənliyi həll edin. Tənliyin sol tərəfini olduğu kimi saxlayıram. 2-nin üstü 5 bölü 2 üstəgəl tangens kvadrat x, üstəgəl tangens 4x, üstəgəl və s. Bərabər sağ tərəfdə 8-in yerinə 2-nin kubu yazırıq və buradan alırıq. Əsaslar bərabərdir, üstlərdə bərabərdir. 2-də 5, üstəgəl tangens kvadrat x, üstəgəl tangens 4x, üstəgəl və s. bərabər düşər. Burada 2-də 5-in yerinə yazıram. 2-də 3, üstəgəl 1, üstəgəl tangens kvadrat x, tangens üstü 4x, üstəgəl və s. bərabərdir düşər. Bu ifadə sonsuz azalan həndəsi silsilədir. Onda biz alırıq sonsuz azalan həndəsi silsilənin cəmi S bərabərdir B1 bölünsün 1 minus Q və burada B1 bizdə 1'dir, Q'də B2 bölü B1 tangens kvadrat x olur. Tangens kvadrat x. Bunları nəzərə alsaq, alıram 2'də 3, üstəgəl 1 bölək 1 çarpı tangens kvadrat x bərabərdir 3'ə. Buradan da alıram 1 bölək 1 çarpı tangens kvadrat x bərabərdir 2'də 3'ə. Buradan aldıq 3 çarpı 3 tangens kvadrat x bərabərdir 2'yə. Aldım ki 3 tangens kvadrat x bərabərdir 1. Və tangens kvadrat x bərabər 3'də 1'ə. Tangens kvadrat x'in belə bir düsturu var. 1 çarpı kosinus 2x bölünsün 1 üstəgəl kosinus 2x bərabər 3'də 1'ə. Və buradan alırıq 3 çarpı 3 kosinus 2x bərabərdir 1 üstəgəl kosinus 2x. Buradan aldım ki kosinus 2 kosinus 3 4 kosinus 2x bərabərdir 2'yə. Kosinus 2x bərabərdir 2'də 1'ə. Trigonometrik tənlikdən 2x bərabərdir. Üstəgəl çıx pi bölək 3 üstəgəl 2 pi n alırıq. X da bərabər oldu buradan. Üstəgəl çıx pi bölək 6 üstəgəl pi n. N daxildir z. Cavab bu ifadə oldu. Məsələ 2. İfadənin qiymətini tapın. Loqaritma 2 əsasdan, loqaritma 3 əsasdan 4-cü dərəcədən, kökün altında 8-ci dərəcədən, kök altında 3. İfadənin özünü yazırıq. Loqaritma 2 əsasdan, loqaritma 3 əsasdan, 4-cü dərəcədən kökün altında, 8-ci dərəcədən kök altında 3. Məlumdur ki, m'inci dərəcədən kök altda, n'inci dərəcədən kök altında a bərabərdir. M vuraq n'inci dərəcədən kök altda a. Bu düsturu tətbiq eləyirəm. Onda olacaq bu bərabərdir. Loqaritma 2 əsasdan, loqaritma 3 əsasdan 4 8'ə vurulur. 32-ci dərəcədən kök altında 3. Və bunu yazıram. Bu bərabərdir. Loqaritma 2 əsasdan qalır olduğu kimi. Loqaritma a əsasdan b üstü k bərabərdir k vuraq, k gəlir qarşıya. Loqaritma a əsasdan b düsturunu tətbiq eləyəcəm. Buradan bunu yazıram. Loqaritma 2 əsasdan, loqaritma 3 əsasdan 3'ün üstü 32'də 1 yazırıq. Və loqaritma a əsasdan da a vahidə bərabər olduğunu burada nəzərə alıram. Əvvəlcə bu ifadəyə baxırsınız. Bu ifadə bizə verir 32'də 1 bu düstura görə. Oldu loqaritma 2 əsasdan 32'də 1, loqaritma 3 əsasdan 3. Dediyim kimi a əsasdan a 1'dir, 3 əsasdan 3 bu da vahid verir. Və biz aldıq loqaritma 2 əsasdan 32'də 1.
Onu da yazırıq 2'nin üstü mənfi 5. Bu da bərabərdir. Yenə bayaqki düstura görə mənfi 5 gəlir qarşıya. Oldu mənfi 5 vuraq loqaritma 2 əsasdan 2. Bu da yenə 2 əsasdan 2 vahid verir. Deməli aldıq ki mənfi 5. Cavab mənfi 5. Neçədir? Məsələ 3. Sinus pi x üstəgəl sinus 5 pi x bərabərdir y kvadrat üstəgəl 2y üstəgəl 3 bərabərliyini ödəyən x, y ədədlər cütünü tapın. Həlli. Tənliyin özünü yazıram. Sinus pi x üstəgəl sinus 5 pi x bərabərdir y kvadrat üstəgəl 2y üstəgəl 3. Və bu tənliyə həll eləmək üçün, aydınlıq gətirmək üçün tənliyin sağ tərəfini sadələşdir, çevirirəm bu şəkildə. Y kvadrat üstəgəl 2y üstəgəl 3 bərabərdir. Y kvadrat üstəgəl 2y üstəgəl 1 üstəgəl 2. 3'ü xırdaladıq, yazdıq şəkildə. Bu ifadə iki ədəd cəminin kvadratına görə y üstəgəl 1'in kvadratı verir. Üstəgəl 2. Və götürüb tənlikdə yerinə yazırıq. Olur sinus pi x üstəgəl sinus 5 pi x bərabərdir. Y üstəgəl 1'in kvadratı üstəgəl 2. Və məlumdur ki, burada sol tərəfdə modulca sinus pi x kiçik bərabərdir. Bir şərt ödənməlidir. Sinus 5 pi x kiçik bərabər bir şərt ödəmə. Onda bu ikisinin maksimum cəmi 2'yə bərabər olduğundan y üstəgəl 1 bərabərdir 0, y bərabərdir mənfi 1 alırıq. Deməli, bu ikisinin cəmi 2'ni verə bildiyindən buradan çıxır ki, yazırıq bunu. Buradan çıxır ki, y üstəgəl 1 bərabərdir 0 olmalıdır, y bərabərdir mənfi 1. Və y məşğulunu tapdıq. Onda bu şərtlərə görə sinus pi x də bərabərdir bir şərt ödənməlidir ki, verməsi üçün ikisinin cəmi. Deməli, buradan alıram pi x bərabərdir. 1'i alır bildiyiniz kimi pi bölə 2 üstəgəl 2 pi n daxildir z-ə. Pi-yə ixtisar eləyəndə alıram x bərabərdir 2'də 1 üstəgəl 2n. Və bu kök sinus 5 pi x bərabərdir. Bir tənliyini də ödəyək. İkisinin ortaq həlli olduğundan cavab belə bunu götürür. Yəni x, y köklər cütü onda olacaq. X, y köklər cütü oldu 2'də 1 üstəgəl 2n. Y-də mənfi 1 olub. Və cavab oldu 2'də 1 üstəgəl 2n mənfi 1. Məsələ 4. Tənliyin kökləri cəmini tapın. Deməli, tənlik üstülü mürəkkəb funksiya şəklindədir sol tərəf. Burada aşağıdakı hallar ola bilər. Birinci hal. X minus 2 fərqlidir 0. Əsas 0'dan fərqli. Buradan çıxır ki, x fərqlidir 2'dən. Qüvvət isə 0'a bərabər olanda alırıq x kvadratı minus 4 bərabərdir 0. Alırıq x1 bərabərdir mənfi 2. x2 bərabərdir elə buradakı 2 alınır. Bu da ola bilməz. Deməli, bu halda x1 bərabərdir mənfi 2 bir kök var. İkinci hal. Əsas müsbət 1 ola bilər. X minus 2 bərabərdir 1. Buradan çıxır ki, x1 bərabərdir 2 üstəgəl 1. x2 bərabərdir 2 üstəgəl 1, 3. Deməli, cavab x2 bərabərdir 3 tapdıq. Və üçüncü hal ola bilər. X minus 2 əsası burada modulsuz bərabərdir mənfi 1 ola bilər. Çünki moduldan müsbət 1 çıxır. Alıram x3 bərabərdir 2 çıxaq 1, bu da bərabərdir 1. Beləliklə, araşdırmalar göstərir ki, verilən tənliyin 3 kökü var. Məsələdə deyir, tənliyin kökləri cəmini tapın. x1 üstəgəl x2 üstəgəl x3 bərabərdir. Mənfi 2 üstəgəl 3 üstəgəl 1.
Bu bərabərdir 2-yə. Beləliklə tənliyin kökləri cəmi 2-yə bərabər. Məsələ 5. Tənliyi həll edin. Kök altında x minus kök altında x çıxar, kök altında x çıxar və s. sonsuza qədər davam edir, bərabər 14. Tənliyi yazıram olduğu kimi. X çıxar, kök altında x çıxar, kök altında x çıxar və s. Bu bərabərdir 14-ə. Diqqətlə baxsaq görərik ki, bu kökün altındakı bu ifadə elə verilən ifadənin özüdür. Bunu daha dəqiq yaxşı görmək üçün mən götürürəm. Hər iki tərəfini tənliyin kvadrata yüksəldirəm. Onda alıram. Kök altında x çıxar, kök altında x çıxar, kök altında x çıxar və s. Bərabərdir 14-ün kvadratına. Və buradan aldıq ki, birinci kök altı ifadə kökdən azad olur. X çıxar, kök altında x çıxar, kök altında x çıxar və s. Biz aldıq belə bir ifadə bərabərdir 196-ya. Və x çıxar bu ifadə elə verilən ifadənin özüdür. Çünki sonsuzluğa qədər gedir deyə, baxsanız bunun yerinə 14 yaza bilərik. Yəni bu 14-ə bərabərdir. Onda buradan alıram ki, x çıxar 14 bərabərdir 196-ya və tapırıq x bərabərdir 196 üstəgəl 14. Bu da bərabərdir. Bu da bərabərdir 210. Beləliklə verilən tənliyin kökü x bərabərdir 210 alırıq. Məsələ 6. İntegral hesablayın. I bərabərdir. İntegral kök altında x bölə 1 minus x kub dx. Verilən integralı yazıram. I bərabərdir. İntegral kökün altında x bölək 1 minus x kub dx. Deməli, bu integralı həll eləmək üçün mən götürüb kəsirin nisbətin kökləri şəklində yazıram. Yəni, olacaq kök altda x, surətin kökü x'in bölünsün kök altında 1 minus x kub dx. Bu da bərabərdir. Və burada əlaqə yaratmaq üçün surətlə məxrəc altı kök aldım. Surət belə yazıram. Kök altında x bölək, məxrəcdə kök altında 1 minus x kubunu yerinə yazıram. X'in üstü 2-də 3-ün kvadratı və dx. Burada kənarda x'in üstü 2-də 3-ü bir t ilə əvəz edirəm. Buradan çıxır ki, dt bərabərdir. Bunun törəməsi 2-də 3 gəldi qarşıya. Verdi kök altda x dx. Buradan da tapıram ki, kök altda x dx bərabərdir 3-də 2 dt. Və gəlirəm integralımıza nəzərə alıram. Kök altda x'in, kök altda x, bax, kök altda x, dx'in yerinə yazıram. 3-də 2 dt, 3-də 2 dt. Məxrəcdə də kök altında 1 minus t'nin kvadratı. Çox maraqlı bir nəticə aldıq burada. Bu bərabərdir. 3-də 2 sabit integral işarəsi xaricinə çıxır. İntegral dt bölək kök altda 1 minus t kvadratı. Cədvəldən bilirsiniz ki, dx bölək kök altda 1 minus x kvadratı arc sinus x plus s'yə bərabərdir. Onda biz də aldıq ki, bu bərabər 3-də 2 arc sinus t üstəgəl s. T'nin qiymətini yerinə yazıram. 3-də 2 arc sinus t'nin yerində x'in üstü 2-də 3 plus s.
Beləliklə tələb olunan integral i bərabərdir 3-də 2 arc sinus x-in üstü 2-də 3 üstə gəl c. Verilən integralın qiyməti bu şəkildə olur. Bununla da bugünkü dərsimizi bitmiş hesab edirəm. Sağ olun, yeni dərslərdə görüşənə qədər.